Bura Gəncədir. Küçələrində qaçan uşaqların sevincində bir ruh olan şəhər. Onların saf baxışlarında ümid, kiçik əllərində isə gələcəyin izi var. Hər bir uşaq bir ailənin arzusu, bir şəhərin sabahıdır. Onlar gələcəyin baniləridir. Biz böyüdükcə həyatın səsini daha çox eşidirik. Amma uşaqlar bizə unutduğumuz ən vacib şeyi xatırladır. Səmimiyyəti, sevgini və saf xoşbəxtliyi. Bani seminariyası olaraq inanırıq ki, uşaqları qorumaq yalnız onları böyütmək deyil, onların xəyallarını qorumaqdır, onları dinləməkdir, özlərini dəyərli hiss etdirməkdir. Çünki bir uşağın qəlbində yaranan sevgi gələcəkdə bütöv bir cəmiyyətə çevrilir. Bugün Gəncənin hər küçəsində, hər parkında, hər gülüşündə gələcək yaşayır. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqların gözlərindəki işığın heç vaxt sönməməsini arzulayırıq. Onların həyatı sevgi ilə başlasın və sevgi ilə də davam etsin.